Bəzi insanların nikahları pozulur. Bilmədən, onların xəbəri olmur, məlumatı olmur. Elə xətalar edirlər ki. Məsələn, iki şəxs evlidir. İkisindən biri dindən çıxarsa, dini inkar edərsə, məsələn, dində olan əmirləri inkar edərsə, fərizləri qəbul etməzsə, bu kimi yəni xətalar edərsə və dindən çıxarsa, avtomatik onların dini nikahı pozulur. Onlar bir-birlərinə yad olurlar. Artıq bir yerdə yaşaya bilməzlər. Ailə həyatı sürdürə bilməzlər. Dini nikah pozuldu. Onlar bir-birlərinə yaddırlar artıq. Bu zaman dərhal ayrılmalıdırlar. Belə ailə həyatı davam etdirilə bilər ki, dindən çıxan iman edəcək, müsəlman olacaq və Hanefi məzhəbinə görə yenidən nikah kəsdirib o formada davam edə bilərlər. Əks halda dinə qayıtmırsa, ailə həyatı davam etdirilə bilməz.